2, 4, 5, 6 yox. Niyə məhz 3 faza? Gəlin aydınlaşdıraq. Amma əvvəlcə videonu bəyənməyi unutma. Bir fazalı generator sadəcə bir sinus dalğası yaradır. Maqnit sahəsi irəli-geri dəyişir, yəni güc gah artır, gah azalır. Bu da biraz nəbs kimidir, sabit deyil. Elə bil yorğun adam qaçır, başlayır, dayanır, yenə başlayır. İki fazalı generator, iki sarğı ilə işləyir, iki sinus dalğası var. Burada artıq fırlanan sahə yaranır, amma oval formadadır. Nəticə qeyri-sabit enerji. Bu elə bil təkərləri yumru yox, oval olan nəqliyyat vasitəsi sürürsən. Gedir, amma titrəyə-titrəyə. Əlavə sarğı qoyub 4, 5 və ya 6 fazada yaratmaq olar. Fırlanan sahə daha da dairəyə oxşar, amma problem odur ki, hər faza üçün ayrıca naqil əlavə sarğı. Nəticədə generatorun qiyməti elə artır ki, elə bil əlavə təkəri olan nəqliyyat vasitəsidir. Yalnız xüsusi hallarda ehtiyac olur. 3 fazalı generator isə tam balans yaradır. 3 sarğı 120 dərəcə bucaq altında yerləşdirilir və nəticədə ideal dairə fırlanan maqnit sahəsi alınır. Yəni, nə oval təkərli nəqliyyat vasitəsi, nə də bahalı Ferrari. Bu elə vaxtında işləyən metro qatarıdır. Hər zaman yerində, problemsiz. Çox fazalı generator ideyasını ilk dəfə Nikola Tesla irəli sürdü. Amma 3 fazanın ideal olduğunu praktikada sübut edən Doliva Dobrovolski oldu. 1891-ci ildə Almaniyada ilk 3 fazalı ötürmə xətti işə salındı və həmin gündən sonra elektrik tarixi dəyişdi. İndi Tesla deyərdi, mən demişdim axı. Beləliklə, 3 fazalı generator həm nəzəri, həm də praktiki üstünlükləri ilə dünyada standart oldu. Qalan sistemlər isə biraz egzotik meyvə kimi, tarixdə və yalnız xüsusi hallarda qaldı. Texnikanın maraqlı sirlərini öyrənmək istəyirsənsə abunə ol. Kim bilir, bəlkə də növbəti videoda 7 fazalı generatorla tarix yazarıq.